bizdə iqtisadi diskussiya yoxdur, təəssüflər olsun ki, ölkədə. İqtisadi forumlar keçirilmir. Çoxlu zirvə forumları var, HR zirvə forumu, liderlik zirvə forumu, amma təəssüf ki, iqtisadi zirvə forumu yoxdur. Biz Moskvaya, Sankt-Peterburqda Rusiyanın bir çox möhtəşəm iqtisadi forumu var və həmin o forumda müxtəlif ideologiyaların qarışığından bir çox keyfiyyətli diskussiyalar ortaya çıxır. Diskussiya olmadığına görə model nədir? Azərbaycan üçün reallıqlar nədir? Bizim mədəniyyətimiz nədir? Bizim dəyərlərimiz nədir? Bu mövzuda diskussiya yoxdur. Ya, mən də uzun müddət daha çox qurban modunda idim. Heç kim danışmır mənim nəyimə lazımdır. Yəni millət necə tarac olur olsun, nə işim var da. Təəssüflər olsun ki, çoxsumuz bu düşüncədəyik. Mən deyim, okey, gəlin mən bundan keçim. Mən nə edə bilirəm? Mənim hansı üstünlüklərim var? Mən düşünürəm, mən çətin ideyaları asan çatdıra bilirəm. İqtisadiyyatı sevirəm. Baxmayaraq ki, bu mənim 5-ci təhsilimdir də. Ondan əvvəl 4 dənə digər sferalarda təhsilim olubdur. Və bu diskussiyanı yaradım. Və daha asanlaşdırdım. Əvvəlki iqtisadi dərslər daha bəlkə texniki idi. Mən daha dərin iqtisadi fəlsəfi fikirlərə yönəlmişdim. Sizə mən gündəlik həyatdan danışaq da. Misal üçün, uğura gətirən nədir? Siz nə qədər xərclərinizə necə fikir verməlisiniz? Dəyərləriniz nədir? Yəni ki, bu mövzuları əhatə etməyə çalışmışam. Könüzün iqtisadçı eksperti Fərhad Pərvizov.